Bismillahirrahmanirrahim. Bəzi vaxt ibadət deyəndə insanların ağlına namaz qılmaq, oruç tutmaq və bunun kimi şeylər gəlir. Amma bundan başqa da ibadətlər var, bəlkə bundan da yüksək, savabı daha da yüksək olan ibadətlər var. İmam Həsən Əskəri əleyhissalam hədislərin birində buyurur ki, Ləysət ibadətü kətirətü siyamı və səlah. Buyurur ki, ibadət tək namaz qılmaqdan və yaxud oruç tutmaqdan ibarət deyil. Və innəməl ibadəti kətirətü təfəkkəru fi əmrillah. Bəlkə buyurur ki, ibadətin ən yüksək dərəcəsi Allahın əmrində olan şeylər haqqındadır. Yəni, Allahın qüdrəti haqqında, Allahın elmi haqqında, Allahın hər şeyə qadir olması haqqında təfəkkür eləmək ibadətin ən yüksək dərəcələrindən biridir. Başqa hədislərin birində buyurur ki, Peyğəmbər əleyhissalam təfəkkərül saə əfsəlül imanət ibadətin min sib'inə sinə. Bir saat təfəkkür eləmək bir 70 ilin ibadətinə bərabərdir. Gör, nə qədər mühümdür ki, insan haqla batın arasında təfəkkür eləmək, Allahın böyüklüyü haqqında təfəkkür eləmək bir ömrün ibadətinə bərabərdir. Həzrəti Peyğəmbər buyurur. Allah Teala bizləri təfəkkür əhlindən qərar versin inşallah.